Sadiq müəllim, siz ümumiyyətlə tələbələrə bu Quran öyrədərkən, siz elə o ilk dərslərdən etibarən başlayıb məqamları, avazları öyrədirsiniz, yoxsa artıq Qurani-Kərimə keçir adam, artıq ayələri tam sərbəst şəkildə oxuyur, ondan sonra başlayırsınız avaz təliminə və yaxud da heç baxırsınız ki, bu tələbənin ümumiyyətlə qulağında o suluq dediyimiz şey, anlayış yoxdur, yəni heç buna ümumiyyətlə ehtiyac yoxdur. Bu elə necə bilirsiniz, elə düz oxuyuşda davam etsinmi deyirsiniz? Bəli, o əsas məsələ burada musiqi duyumu olub-olmamaq məsələsidir. Və ondan da əsas məsələ, əgər musiqi duyumu olsa belə, birinci olaraq Qurani-Kərimi düzgün oxumaq və təcvid qaydaları dediyimiz Quranın düzgün oxuyuş qaydalarıdır ki, nizam-intizamlı oxuyuş qaydaları. Bu qaydaları tam öyrənib qurtarmayan ümumiyyətlə avaz öyrənməməlidir. İlk başda gələn, çünki bizim üçün ən önəmli olan təcvid qaydalarıdır. Təcvid qaydalarını mükəmməlləşdirəndən sonra avazları öyrənə bilər. Onsuz da burada belə bir məqamda var. Əgər o insanın musiqi duyumu varsa, normal Qurani-Kərim oxuyarkən ondan asılı olmayaraq süzülür gəlir, yəni nəğmələr. Amma onu belə deyək də yönləndirmək lazımdır. Ki, yəni bu bəzən görürsünüz ki, bir adam hansısa bir məscidin imamı deyir ki, bu günlərin bir Quran oxudum. Elə xoşuma gəldi ki, heyf, gərək onu qeyd eləyəydim. Sonra da o avazı oxuya biləydim. Bu onun musiqini bilməməsindən irəli gəlir. Nə vaxtsa eşitdiyi çox gözəl, ona xoş gələn bir nəğmə onun ruhuna işləyib, oxuduğu zaman o nəğmələr gəlir, zehnindən gəlməyə başlayır. Amma onların o nizamlarını bilsə, oxunuş qaydalarını bilsə, onu istədiyi vaxtı, istədiyi tərzdə oxuya bilər. Aydındır, artıq öz səsini yazmağa ehtiyac olmur ki, nə vaxtsa onu dinləyim, yenə o eyni şəkildə oxuyum. Amma dediyiniz kimi o, yəqin ki, onun da bir notu var, onun da bir formatı var.